mənim əlimdə sürücü işi var, diplomsuz olaraq sürücü işi var, fibr optik kabel çəkilişi işi var, yerdə qalan şeylər var, məsəl üçün aşpazdır, baristadır. Hansına uyğunsansa, məsələn sürücü çox adam bacarır, məsələn sürücü işinə uyğunsansa, BC kateqoriya proqramı varsa elə müraciət edə bilərsən, sən özəldən yaz, danışaq ətraflı elə gəl. Yəni vizanın alınmasından işin tapılmasına qədər 0-dan 100-ə hər şeyi təmin edirik. Zümrüd xoş gəldiniz. Xidmət haqqı işdən işə görə dəyişir. Yəni elə iş var ki, 2000 avro vizadan sonra sürücü işi bir tək nə deyirlər? Vizadan əvvəl yarısı, vizadan sonra yarısı. Sürücü işi qardaş Mannheim şəhərində var. Sonra var, nə deyirlər, Hamburqda var. Qardaş, təəssüf ki, canlı adam almıram. Belə sualların varsa, sənsə yaz belə. Və yaxud da ki, özəldən yaz, WhatsApp nömrə verim, elə zəhli, yəni görüntülü zəhvim elə danışaq. Hə, qardaş, Almaniyadayım hal-hazırda. Hə, sadəcə iş verə bilirəm. Amma yəni vizanı səhv aldım, məsələn, viza atkaz getdi. Ondan sonra yəni əgər məndən dolayı bir səbəbsə, okey, ödəniş geri qaytarılması okey. Amma səndən dolayı bir səbəbsə, hər hansısa bir sənədi təhvil verməmisənsə, onda yəni ödəniş geri qaytarılmayacaq. Ona görə də biraz yəni təhlükəlidir. Ona görə yəni özüm desəm daha yaxşıdır. Salam qardaş, şükür yaxşıyam, sağ ol. Sən necəsən? Hansı sən anı idi? Xoş gördük. Hə, Sanka. Nətərsən, nə var, niyə canın başın? Hə, Volvo, sən Almaniyadasan? Yoxsa Azərbaycandasan? Yəni, sən mən dediyim yerə gəlirsən, çox sağ ol, Sanka. Allah razı olsun, hədiyyə gerək yoxdur. Sən mən dediyim yerə gəlirsən deyəndə, baxır mən dediyim yerə nə ilə gəlirsən? Bəlkə gəlirsən, bəlkə qasaq gəlirsən. Çox sağ ol, Sanka, bəyəni üçün. Ağarsan, işlərini nətər edir, Sanka? Yəni, sən Avropadasan, başqa ölkənin oturumu varsa belə, müddətsiz deyilsə, sən gəlib burada rəsmi işləyə bilmirsən. Almaniya vizan varsa, hə, okey. Bəs problem gəlib işləyə bilərsən. Sən nəyə bilmirdin?
Sən gör mən neçə ildir buradayım. Mən sənin burada axırıncı daha şeydə Xaldanda göründüm mən. Almaniyadaydım. Baxır hansı ölkəndə Polşa, böyük ehtimal ki, Polşanı deyirsiniz. Yox, yəni müddətsiz deyilsə yox, işləmək olmaz. Yəni amma oturum kartınız varsa və yəni oturum kartınız var yəqin ki, yəni ondan şeydir. Polşadan müraciət edib Alman səfirliyinə elə gələ bilərsiniz. Tamam sən, tamam. Buradan mesaj yaz, nömrəmi verin, WhatsApp nömrəmi danışarıq. Çox sağ ol, bəyan üçün. Şaqa müəllim, salam. Elvin gəlmək istəyirəm, amma pulum yoxdur. O təəssüf qaqa. Çox sağ ol sənə, hədiyyə üçün göndərməsin. Çox sağ ol, Allah razı olsun. Yox, Murat, yox, təəssüf ki. Vizadan sonra ödəyərsən, amma gəlib ödəməklə olmur. Yəni, sənə də ödəniş gəlib çatmır tək. Yəni, mənə çatsa deyərəm ki, okey, amma yəni, işin içində yəni, bəzi ödənişlər var ki, o ödəməlisən. Sən taksidəsən yenə? Sizin burada tanış varmı göndərməyə? Necə yəni, xanım, başa düşmədim. Nəyə göndərməyə? Harda varmı? Qaqa, başqa yolla ödəniş o. Canlıda demək istəmirəm. Hə, Kama, valla bilmirəm, xanım bəs xanım adıdır, böyük ehtimal ki, üzrsən deyilsə də, Kama xanım şeydir, mənə öz adını yazın, WhatsApp nömrəmi verin, ətraflı danışaq, zəng edəcəm sizə, ətraflı danışaq, Bakıda var, yəni müraciət etmək üçün adam var. Mən özüm burada yaşayıram, əgər diplomlu müraciət edirsinizsə, yəni heç kimə müraciət etməyə yəni yoxdur, zaten yəni ödəniş vizadan sonra alınır, işinizi tapırıq, hər bir şey, yəni viza alınır, vizadan sonra ödəniş edirsiniz. Amma sürücü iş varsa, məsələn, başqası üçün istəyirsinizsə, artıq şeydir. Yəni ilkin ödəniş var, ilkin ödənişdə qardaşımla görüşürsüz, gedirsiniz notariusa, borc səndi bağlanır. Salam Sabır, şükür, yaxşıyam, sağ olun, necəsiz? Salam qardaş, şükür, yaxşıyam, sağ ol, sən necəsən? Neçə idi? Yazım bir dənə baxım. Tamam, bir dəqiqə baxım. Qeyd edeyim 0582. Qeydləri imzalandıqdan sonra sizə yazacağam. Şükür qardaş, şükür, salamatçı yoxdur, Allaha çox şükür. Sən nə qarşın yenisən, haralardasan? Siz sağ olun, xoşdur. Tək yaxşılıq olsun. Xaldandasan yoxsa? Çox sağ ol, Sadaş, bəyəni üçün.
Qardaşım, sənə görə barista var da burada. Barista bir də pravan varsa şofer var. Sən idin şeydə Yusifli xəstəxanada işləyən yoxsa Knyaz? Sənədi Almaniyada düzəldirsən yoxsa necə? Sənədi Almaniyaya, hə, birbaşa Almaniya, yəni pervot deyil. Sən nə işləyirdin Yusifli? Sənin adın yadımdan çıxdı, mən bayaqdan adımı yadıma salmağı çalışıram. Hə, Asandaydım, yadıma gəldi. Bir illikdir şaqa, şeydir, birlə elə ki 10-cu ayında uzadırsan, universitet diplomun varsa, səhv eləmirəmsə var, 6-cı ayında oturum alırsan 3 illik. Hə, Ülvi. Nə gedirsən şaqa? Süleyman, bəli, gələ bilərsən. Yəni rus dilini bilməsən də gələ bilərsən. Çox sağ ol Ülvi bəyin üçün. Ülvi, yəni məşqlə məşğul olsan idmanla. Ümid yox, Ausbildungla əleykum salam bu arada yox. Şeydir, işçi vizası ilə. O vaxt yaxşı bədənin var idi sənin. Bəlkə də qalıbdı, amma yəni yaxşı bədənin var idi. Şaqa valla belə yəni işləməyə baxır da. İlk gəldiyin ay 1600, 1400, 1600 alasan avro. İkinci aydan, üçüncü aydan 2000 zat. Ümid, mənim 30 yaşım var. Lənət olsun. Bu apreldən 30 yaşım olubdur. Real, salam aleykum. Alman dilini öyrənməmişəm. Yəni belə başa düşürəm, amma danışmıram. İngiliscə danışıram. Sənə də salam aleykum deməyindən mən bildim sən normal adam deyirsən. Hə qardaş, evdəyəm. Real şirdən zaten aç görək. Hə, canlıdayım, görürsən, əhbəb puluna çıxmışam burada. Qardaşım, aylıq kira valla dəyişir. 300-dən başlayır, ta ki 1000, 1500. Belə ortalama 600, 700, 800. Şaqa yaz. Hə, Ülvi. Yəni mən özüm də 3 ildir buradayam, şeydir. Dil bilmirəm. Belə söz bazam var, amma qrammatika bilmirəm deyə danışmıram. İngiliscə ancaq. Hiraz bəli tapmaq olar. Yəni və universitet diplomu tanınırsa və yaxud da ki tanınmırsa tanıdarıq. Ödənişi yəni vizadan sonra, da viza alandan sonra ödəmə şərti ilə elə gəlib işləyə bilərsən. How are you? Valla Ülvi, elə adamlar gətirir ki, Allah heç türkçəsi də yoxdur. Sadəcə yəni mən çox kontaktda oluram. Kontaktda olduğum adamlarla da şeydir, ingiliscə danışıram. Yəni belə ən rahatı şey sürücü işidir, GPS naviqasiya ilə işləyirsən. 11 illik sertifikatla hə, Ausbildung olur Ümid. Şaqa sən o barmenlik, baristalıq olar. Yəni gəlməmişdən qabaq da mən sənə lüğət verirəm baristalığa aid. Yəni belə öyrənib gəlib işləyə bilərsən. İşləməsən də yəni butulka bunun biri 0.25 sentdir. Gün boyu gəzərsən 400 dənə butulka 100 avro eləyir. Aylıq 3000. Qardaş, burada ən lazımlı peşə Ausbildungda yəni gastronomiyada yaxşıdır. Mən sizin yaşın azsa IT məsləhət görürəm. Şey yadıma düşdü, Manpasda ən lazımlı peşə Nəsim bazarı.
Çox sağ ol qardaş, bəyənirsən. Hə, yadımdadır. Yadımdadır. Elə axırıncı səfər mən pasport dəyişməyə gəlmişdim. Bu Mingəçevirdə Asan xidmətin ora. Onda da demişdin helpdeskdəyəm. Gəlib Ülvi sən şeydir, o Ausbildung üçün yox, peşə təhsili 3 il oxuyursan, ondan sonra işləyirsən. Amma belə ingiliscən yaxşı olsaydı, hə, birbaşa IT üzrə yaxşı etmək olardı. Qardaş, otel işçisi belə məslək olaraq yaxşı, məslək görmürəm, amma mexanik, sonra IT üzrə hə, 20 yaşım var, yaxşı yaşdır. Gəlib şey edə bilərsən. Amma o peşə təhsilində dil önəmlidir. A2 dərəcə dil önəmlidir. Minimum A2. Salam qardaş, hə, indi xaricdəyəm, Almaniyadayam. Elmir, Elmir kim idi? Elmir yadımda deyil. Elmir. Elmir. Qardaşım, ən ucuz şəhər deyə bir şey yoxdur burada. Yəni məhsullar hər yerdə eynidir. Sonra ev kirayələri biraz fərqlidir. Dövlət xəstəxanaları hər yerdə eynidir, eyni qiymətdir. Bərbərlər demək olar ki, hər yerdə eynidir. Qiymət fərqi çox böyük şey yoxdur. Bir dənə evdə dəyişiklik göstərir ki, hə, ev çətin tapırsan deyə qiyməti baha ola bilər. İngiliscə B1-dir, məndə IT diplomum var. Gəlib işləmək olar qardaş, olar. Prosta şey, IT bilirsən yəni. B1 və IT bacarığın varsa, şeydir, blue kartla gələ bilərsən. Taksim Mustafanın oğlu. Yox, mən bir dənə Elmir tanıyıram, o da Ləmbəti Şilyanda qalan Elmir. Hə, qardaş şeydir, Ausbildung ilə oxuyub gedib kiminsə yanında işləyə bilirsən. Belə sərbəst də işləyə bilərsən. Çünki lisenziyasını alırsan. Helpdesk bilirsən də, yəni qardaş sən IT-də. Bizdən bir sinif aşağı. Elmir. Yox, yadıma gəlmədi. Qardaş, deportasiya deyə bir şey yoxdur. Yəni sən hər hansısa bir qanun pozuntusu eləməmisənsə və yaxud da ki, vaxtından çox qalmamısansa, deportasiya deyə bir şey yoxdur. Yəni iş tapmamısansa, sənə məsəl üçün 6 aylıq fiksiyon verirlər, deyirlər ki, iş tap. O müddətdə iş tapmadın. Tapmadın, gəlsən bir dənə deyirsən ki, hə, ehtiyacım var, yəni tapamamışam da elə. Yenə də müddətini uzadırlar, şey deyirsən qalsın. Amma ücret tapmadın, birdir ki, deportasiya eləmirlər. Sən deyirlər ki, get ölkəmi tap gəl. Salam, Rüstəm. Bəli, Almaniyadayam. Notebook təmiri proqramlarının yazılması. Hə qardaş, o ücret daha birbaşa IT getmir daha. Yəni gəlib belə Ausbildung eləyə bilərsən. Ausbildung eləyib, IT-ni yaxşı öyrənib, məsələn, kiber təhlükəsizlik, sonra proqramlaşdırma, yaxşı işləyə bilərsən ondan sonra. Hava burada dəyişkəndir. Səhərdən bir 4 dəfə, 5 dəfə yağış yağıbdı. İndi də buludludur, gah açılır, gah tutulur. Çox sağ ol, bəyənirsən qardaş. Ausbildung Alman dili lazımdır. Minimum A2. Amma gəlib belə işləməyə yox. Belə IT işində hə, işləməyə də dil lazımdır, amma
ingiliscə ilə də yola verə bilərsən. Ümumiyyətlə, yəni dilin lazım olmadığını belə bilə bilərsən. Əgər sən müştəri ilə birbaşa kontaktdasansa və yaxud da ki, Ausbildung təhsildir də, yəni sən təhsil alacaqsan, müəllim danışacaqsan, kitab oxumalısan, başa düşməlisən. Bunları, yəni birəbir müştəri ilə kontaktdasansa və yaxud da ki, tədris alsansa, yəni sənin almanca ehtiyacın olur. Məsələn, paketləmə işi var, müştəri ilə birbaşa kontaktda deyilsən. Sürücü işi var, müştəri ilə kontaktdasan, amma yəni işarət dili ilə başa sala bilsən də paketi göstərsən ki, al bu paket, sənin adı vardır, burada imza atışıyor. Mənim getməyim şirkət ilə nə qədər xərc elədi? Başa düşmədim. Yəni mən bura gəlmək üçün nə qədər xərclədim? Hansı universitetlərin diplomu tanınır? Qardaş, ona baxmaq lazımdır. ANABİN deyə sayt var. Yəni Bakıdakı demək olar ki, bütün dövlət universitetləri tanınır, amma fakültələr də tanınmalıdır. Fakültələrin baxmaq lazımdır. Qarabağ tanınırmı? Məncə yox. Amma yəni tanınmırsa da tanıtmaq mümkündür. Buradakı müəllimlər rus, ingilis dilini bilə bilər. Məsələn, Ukrayinka müəllimlər çoxdur, rus müəllimlər də çoxdur. Amma tələbələrin hamısı rusca bilmir axı. Yəni ona görə ümumi olaraq almanca danışırlar. Mən özüm gəlmişəm ümid bura. Yəni xərcim çıxmayıbdır. Bir dənə səfirlik xərcim çıxıb. Mən ali təhsilliyəm, bəli. İqtisad tanınır. Salam qardaş, çox sağ ol. Çox sağ ol qardaş, bəyənin üçün. Mən qardaş, burada nə görmədiyim iş var ki, proqramistəm, aşpaz işləyirəm, ayrıca olaraq bu işlərlə məşğulam. Almaniya içi, Avropa içi bir neçə işlə məşğulam. Türkiyənin Ege Universiteti tanınır. Amma əsas yəni universitet deyil, yəni universitet də tanınmalıdır, fakültə də tanınmalıdır. Yəni hamısını yoxlamaq lazımdır. Sami Quliyev, çox sağ ol qardaş. Canlını paylaşdığın üçün. Qardaş, sən də çox sağ ol bəyənin üçün. Ege Universitetinin mən tələbəsini çatmışam bura. Necə kömək etmək olar iş vizası üçün və məsləhət bildiyim qardaş, düzgün şirkət belə yoxdur. Yəni məsləhət görürəm, yəni işlərini görürlər, amma Allah eləməsin viza rədd gəldi, necə ödənişi qaytaracaqlarını onu bilmirəm. Jena şəhəri yox, təəssüf ki, bilmirəm. İşlərdən qardaş şeydir, sürücü işi var, fəhlə işi var, daş düzmə işi var, boş küçə daşları olur. Aşpazlıq işi var, barista işi var. Burada IT işləmək üçün qardaş proqramları belə, yəni Ausbildung oxuyasansa öyrənməyə gərək yoxdur. Yəni bir almanca öyrən bəsindir. Zaten yəni təhsil proqramıdır bu, o peşə təhsili. Mən məsələn özüm proqramistəm, yəni proqramlaşdırmanı bilmədən də gəlib belə burada Ausbildung eləyə bilərdim. Yəni zaten Ausbildung şeydir, peşə təhsilidir. Səni öyrədirlər. Qardaş, mənə necə kömək eləyə bilər? Mənim əlimdə işlər var, bayaq saydığım, yəni aşpazdır, baristadır, fəhlədir, daş düzmədir, sürücülükdür,
Yəni bunlardan hansına uyğunsansa şeydir. O iş yerlərindən dəvət alıb şeydir. Sənə verə bilərəm. Həmçinin də səfirlik randevun falan filan. Yəni elə viza alıb gedə bilərsən. Salam qardaş, şükür yaxşıyam, siz necəsiz? Fəhlə işi 1800 avro maaş verir başlanğıc olaraq. Növbəti aydan 2200 əgər yaxşı işləsəz. Ausbildung 1024 avro. 8 aylığa dil vacibdir. 8 baxır qardaş, nə iş? Bax, əgər yəni sən müştəri ilə birbaşa kontaktdasansa, yəni bunu iş yeri təyin eləyir ki, iş yeri səndən dil tələb eləyir ya yox. Yəni tələb eləmirsə yox, dil vacib deyil. Tələb eləyirsə vacibdir. Yəni müştəri ilə birbaşa kontaktdasansa, iş yeri səndən dil tələb eləyir. Yox, kontaktda deyirsənsə tələb eləmir. Sürücülük Hamburqda var, xanım, bir də şeydə, Mannheimda. Mənim əlimdə ki, hər bir iş, yəni dil tələb eləmir. Sadəcə Ausbildung məndə dil tələbi var. Bir dənə sürücü işinə əvvəlcədən pul verirsən, geri qalan işlərə əvvəlcədən pul vermirsiniz. Yox, ev xərcini qarşılamır. Qardaş, C19 nədir? 6 aylıq, mövsüm iş vizası. Sezan xanım, mən əleykum salam bu arada, mən 3 ildir buradayım. Yox, sürücülükdən başqa, sürücülükdə yarısı başdan, yarısı axırda, digər işlərdə yarısı vizadan sonra, yarısı da gəlirsiniz bura, burada qarşılayanda. Ödənişi burada demək şeydir, TikTok sonra mən spam atır. Zəhmət olmasa özəldən yazın, WhatsApp nömrəmi verin, ətraflı danışaq. Xeyr, mənim alman dilim yaxşı deyil. Ailə uşaqla birbaşa gəlmək olmur. Lap yaxşı qardaş, mən də Bondayam. İstəsən özəldən yaz, vaxt ilə görüşək. Buradan ora 15-20 dəqiqədir belə, sürət qatarıyla. Fabrik zavodlarda yoxdur, təəssüf ki, İsrafil. Əlimdə yoxdur. Qardaş, özəldən yaz, WhatsApp nömrəmi verəcəm sənə. Yaz, Kölndə yaşayıram, WhatsApp nömrəmi verəcəm, zəhlə danışarıq, elə görüşək. Tamam qardaş. Qardaş, yox, mən qara işlər şey eləmirəm. Yəni, bir işlə viza alırsınızsa, o iş əsla qara ola bilməz. Çünki sənədlər verirəm sizə, sənədləri səfirliyə verirsiniz. Səfirliyə hər bir şey araşdırıb, baxır ki, yəni, rəsmisiz, elə qəbul edir. Sizə viza verir. Diplomsuz qadınlar təəssüf ki, yoxdur əlimdə iş, xanım. Belə diplomsuz iş var, amma xanımlar bacarmır da. Sürücülük işi var, Ateko, yük maşını. O var. Viza rədd etməli əlbəttə ki, var, qardaş. Yəni, viza %100 bir proses deyil. Yəni, viza rədd ala bilirsiniz. Amma yəni, aldığınızda da zaten diplomlu işə müraciət etməmişsə ödəniş alınmayıbdır. Diplomsuza müraciət etməmişsə ödənişiniz geri qaytarılır. Secan xanım, mənim əlimdə sürücü işi var, fəhlə işi var, daş düzmə işi var, aşpazlıq var, barista var. Salam, bəli, kod 95 ala bilirəm. Diplomla barista var, bir də aşpaz işi var. Yəni, təcrübəniz varsa və yaxud da ki, yoxdursa, öyrənə bilərsinizsə, viza müddəti, alınma müddəti 1 ay, yarım, 3 aydır. O müddətdə öyrənə bilərsinizsə, yəni işinizə başlayıb, yəni vizanı ala bilərəm. Dil tələb edəmir, xeyr. Tamam qardaş, tamam. Yazacam səhər. Kölndə olan qardaş, yazacam səhər. Aşpazların net maaşı 1-ci ay 10-dur, 2-ci ay 11-dir, 3-cü ay 12-dir, 4-cü ay 12.80-dir. O, 12.80-də qalır.
Net saatlıq maaş və 160 saat işləyirsiniz. Qadın bərbəri, universitet diplomunuz varsa var. İngiltərə, Fransaya xeyr düzəltmirəm. Sadiq 230, 322 səhər zəhmət sən yaz, mən canlıdan sonra yazaram. A1 dil səviyyəm var, qadın Rəvanla universitet diplomunuz varsa bəli var. Qardaş, yəni çox az dedim deyəndə maaşı mən vermirəm, iş yeri verir. Yəni gəl işdə sonra çıx, yüksək maaşlıya gir. Yox, diplomunuz yoxsa təəssüf ki. Diplomla olur. Baristadır, aşpazdır, qadın saç ustasıdır. Əlimdə var, diplomlandır. Və ödənişdə vizadan sonra alınır. O, əziz, nöş olmur ki. Nətərsə nə var, nə yox. Başqa işlər yox. Yəni sadəcə sürücüdür, fəhlədir, daş düzmə işidir. Bir də aşpaz, barista. Bir də qadın saç ustası. Nətərsən əziz, nə var, nə yox. Rəvanlı, siz xanımsız yoxsa bəy? Yəni xanımsızsa bacarmayacaqsınız. Çünki yəni böyük yük maşınıdır. Salam səyyad, mən Yevlaxlıyam. Sən də tək yaxşı ol, əziz. İşlər nətər gedir? Real bir daha salam aleykum. Tamam Sadiq, tamam. Canlıdan sonra cavab verəcəm. Qardaş şeydir, tonajı belə 3.5 tondur, ya 7 tondur, ya da 12 ton. Yəni işin çoxluğuna, yükün çoxluğuna əsasən dəyişir. Salam İlkin. Xeyr, texnikum, Sezon texnikum şeylə olmur, diplomu ilə təəssüf ki. Yəni bəlkə də olur, mən deyə bilmirəm. Yəni indiyə kimi heç təcrübəm olmayıbdı oha. O da Medtexnik kollec diplomu ilə. ATEKO'dur qardaş. Yox, dil lazım deyil. Yəni mənim əlimdəki heç bir işə dil lazım deyil. Bir tək A-Studentdən başqa. Teymur əmini yox, tanımıram. O sürücüyə diplom lazım deyil. Sadəcə atestatla prava. Xanım, qadın uyğun deyil. Yəni mən okey deyim, puluna baxım deyim ki, okey gəlin, amma bilirəm ki, yəni uyğun deyil. Belə şey olmasın ki, cinsiyyət fərqi falan, amma yəni reallıq budur da. Yəni gəlib, yəni məsələn müdir də işdən çıxarandan sonra nə edəcəksiniz? Sürücü işinə dil bilmədən gələ bilirsiniz, bəli. Qardaş, 3500 sürücən nə deməkdir? Onu başa düşmədim. Hə, 3.5 ton sürürsən, hə, bildim. Belə kod 95 zaten 3.5 tondan yuxarı maşınlar lazımdır. Və bəzən məsələn böyük yük maşını sürə bilərsən deyə aldırırlar onu. Çevirmək olur, bəli. Sprinter işi inşallah olacaq. Danışıq gedir, olacaq inşallah. Amma sprinter işinə də şey lazımdır, universitet diplomu.
Var qardaş, var. 10 tonluq maşın sürürsən, BS pravon var, var qardaş. MK siz özəlindən yazın mən. Mən sizə WhatsApp nömrəsi verəcəm, köməkçimin ya da özümün. WhatsApp nömrəmi verəcəm. Sizlə görüntülü danışacağıq, zəng vurub. Elə hər şeyə başa salacağıq, elə. Razı olsanız gələcəksiniz, razı olmazsa da yəni uğurlar. Bəli, bəli, qardaş, mən aparıram. B kateqoriya attestatlar nə təklif olunur? Qardaş, təəssüf ki, B kateqoriyasısa universitet diplomu lazımdır, B-C-dirsə attestatla ola bilər. Yəni, C-ni vurdur, hə, attestatla gətirim. Amma B kateqoriyası üzrə attestatla olmur, universitet diplomu lazımdır. Vüsal Musa, vallah mənə dəhşət çox mesaj gəldi. Yəni, 4 gün dalğuda canlı yayım açdım, ən azı bir 500 mesaj gəldi, ən azı. Və mən də deyirəm canlıda ki, mən mütləq zəhli danışıram, mesajla danışmıram. Tək-tək adamlara zəng vururam, elə də danışıram, hələ də çatdırıb qutaramamışım. İndi hal-hazırda yəni bu gün yazanları köməkçimə yönləndirəcəm, köməkçim danışacaq. BC kateqoriya məndə, hə qardaş, yəni BC kateqoriya üzrə attestatla gələ bilərsiniz. Əmək haqqı 2200 net. Salam Lalə. Hər vaxtınız xeyir, necəsiniz, nə var, nə yox? Buyurun, soruşun. Sağ ol əziz, belə də yavaş-yavaş, sağlıq, salamatçılıqdır. Yavaş-yavaş elə bu işləri görürəm, burada öz işlərim. Samiri görüb bilirsən? 52 yaşa təəssüf ki, heç bir iş yoxdur. 35 yaşdan yuxarılarla işləmirəm. Buradakı, əziz, burada çox disko bar deyirlər, diskotekada. Gedirsən, Azərbaycan pubıdır. Yəni, demək olar ki, hər yer pubdır. Diskoteka yerinə elə bir ki, pubdır. Pub anlayışı, bizim pub anlayışımız bunların diskotekası. Düz deyib var, Kölndə var, məsələn, böyük yerlərdə var. Amma mən olduğum şəhərdə diskoteka, gecə klubu deyilən yerlərin hamısı pubdur. İnşallah, inşallah qardaş, Ələkbərov. İnşallah şeydir, mən sizə yazacam, Kölnə gələrəm, görüşərik lap. Artıq 10 gündən çoxdur, xəbər yoxdur. Hələ bu işdə fırıldaqlıq olmaz sizə. Lalə, gözümdən qaçdım. Salam, axşamınız xeyir. Bir söz soruşum. Okay, artıq 10 gündən çoxdur, xəbər yoxdur bu işdə. Fırıldaqlıq olmaz. Siz yəni Səfiriyyə Lalə müraciət etmisiniz, xəbər yoxdur. Salam qardaş, yazıram bu buradan baxmırsa. Qardaş, vallahi dəhşət çox şey var. Mesaj var. Mən də hamıya zəng vurub belə danışıram. Yəni mesajla yazışmıram. Hələ gəlib çatmamışam sizə. Yəni gəlib çatanda elə şey eləyəcəm. Yığacam, narahat olma. Onu Seva, yəni viza aldınız, promoyu gətirə bilmirsiniz. Gəldikdən sonra gətirə bilirsiniz. Salam qardaş, salam. Elektrik işi yoxdur, təəssüf ki. Əziz, inşallah mən gəlim, Samiri də gətirərəm. Səfiriyyə hələ gedilməyib, asan xidmətdən apostil alınır. Hə, apostil alınır və siz 10 gündür nəyə gözləyirsiniz? Lalə xanım, onu tam deyin. 10 gündür nəyə gözləyirsiniz? Hansı sənədinizi gözləyirsiniz? Nəyin gəlməyini gözləyirsiniz? Qardaş, məndə şirkət deyil, məndə diplomlu işlər var, diplomsuz işlər var. Diplomlu işlərdə zaten viza çıxandan sonra ödəniş alıram, heç bir müqaviləyə gərək qalmır. Yəni, ödəniş viza alınandan sonra alınır. Yox, diplomsuz işdirsə əgər, yarısı başdan alınır, yarısı sonra alınır. Onda da gedirik, hə, notariusda borc müqaviləsi imzalanır. 3 aylıq borc müqaviləsi ki, siz mənə borc verdiniz, mən sizə o pulu 3 ay içində qaytarmalıyım. İşinizi görürəm, qutarım, viza alınsa borcdan ləğv olunur. Onlar geri cavab verməlidir ki, çıx gəl, səfiriyyə falan gedəcək hələ, amma yoxdur xəbər. Lalə xanım, yəni tam yazmırsınız cümləni, ona görə başa düşmürəm. Baxın, siz diplomu apostilə vermişsinizsə, apostil gəlibsə, gələndən sonra siz onu, yəni sizin işinizi kim görürsə bilmirəm, o adamlara verməlisiniz apostili. Onlar o apostildən sizə vorabzüşlü müqavilə almalıdır, yəni iş icazəsi.
Almaniyadan. İş icazəsi gələndən sonra iş sözləşməsi, iş icazəsi, bir də Eklerk ilə bir sənəd var. Onu aparıb səfirliyə verəcəksiniz. Yəni gəlməməyə hələ şey deyil, yəni problem deyil. Yəni fırlaq var deyə bir şey yoxdur. Əsas şey, məsəl üçün səfirliyə verəndən sonra 8 həftəni keçdisə, vaxt ondan sonra bir təhlükə var. Yəni hesab edə bilərik. Qardaş, fərqi yəni elə odur ki, diplomlu olan şirkətlərlə başqa cür anlaşırıq. Yəni diplomsuzlarla başqa cür. Diplomsuzlar deyir ki, yəni ödənişləmə. Qardaş, Polşa sənədi ilə heç nə təsdiqlənmərəm. Çünki qara işləyəcəksən və zibili çıxa bilər. Xeyr, apostil siz asan xidmətdən alacaqsınız. Alandan sonra sizin işinizi kim görsə ona verəcəksiniz. O sizə vorabzüştümük şey eləyəcək, başvurusu eləyəcək, iş icazəsi. O iş icazəsini alıb verməlidirsə, yox, onu alıb vermədən sizə deyirsə ki, get səfirliyə, onda bilin ki, yəni bir fırıllaq var. Ruslan Xakari, mən TikTokda işləmə, qardaş, öz seçimindir. Yəni zaten yəni belə deyim də, diplomum varsa, yəni inam deyilən bir şey yoxdur. Diplomum varsa zaten mən ödənişi vizadan sonra alıram. Vizam çıxır ondan sonra alıram. Yəni burada inanmayacaq bir şey yoxdur. Diplomum olsun, işimi görüm, vizadan sonra pul ödə. Apostili almısınızsa, sizin indi o apostili diplomunuzu sizin işinizi görən şirkət almalıdır, iş yerinə verməlidir. Onun iş yeri isə vorabzüştümük, yəni iş icazəsi alıb verməlidir. Onsuz sizə deyirsə ki, gedin Alman səfirliyinə girin, yəni birinci vizibil var. Mənə yazın Lalə, özəldən. Ətraflı WhatsApp nömrəmi verirəm, ətraflı danışaq istəsəz. Xeyr, firma işi yoxdur. A1 sənəti ilə bəli işləmək olur. Nicat Əliyev, yox, 100% garanti deyil. Amma yəni sadəcə asandır alma, vizanı almaq ona görə. Lalə xanım, siz mənə özəldən yazın, WhatsApp nömrəmi verin, oradan yazarsınız, ətraflı danışarıq sizlə ki, işinizi tam olaraq nələr görüblər, nələr görməyiblər. Cəmaət şikayət edir, çətindir Almaniya iş vizası, ona görə dedim. Qardaş, yəni çətin deyəndə diplomlu asandır. Diplomsuz da asandır. Yəni lazımi öhdəlikləri, sizə verilən şərtləri ödəyirsinizsə asandır. Salam Sami Quliyev. Yəni mən deyirəm, məsəl üçün deyir, inanmıram. Qardaş, diplomun olsun, sən kim deyir ki, diplomsuzsa müraciətlər. Diplomun olsun, diplomlu şeylər zaten ödənişi vizadan sonra alıram. Elnur Hüseynov, aşpazlıq var, əlimdə baristalıq var. Yəni bu ikisi haqqında təcrübən yoxsa ən asan baristalıq öyrənə bilərsən. Deyib, bir dənə coffee shop'a 100-150 manat verib baristalıq öyrən, işimi başlayım, görüm viza alandan sonra ödənişi bilə çıxacaq. Xəlil, valla dəhşət çox iş var, mesaj var. Yəni 500-550 dənə şey var, gəlmişəm bir 200-300-ün tək-tək zəhlə, yəni mesajla mən danışmıram, zəhlə, ya görüntülü, ya zəhlə. Yığıram ki, ətraflı danışaq. Lalə xanım, DM yazın, mən sizə nömrəmi verəcəm, ətraflı danışaq. Bu yolla gələndən sonra, gəlib burada şərtlər ödəyirsinizsə, ailəni aparmaq olur. Salam adaş. Facebookda göndərdiyiniz insanlar var, əlaqə saxlayaq. Başa düşmədim, Facebookda göndərdiyiniz insanlar var, əlaqə saxlayaq. B kateqoriyasına iş yoxdur, amma olacaq inşallah. Və B kateqoriyasına universitet diplomu lazımdır. Səzəfən. Qardaş, yəni apostildən çıxsan, baristalıq, aşpazlıq üzrə təcrübən varsa, yoxdursa belə, yəni ən asandır baristalıq. Get coffee shop'a bir dənə 50, 60, 100 manat versə, bir ay öyrətsin
və gəlişdə. İşi görün, vizadan sonra ödənişi ilə hedi gəlişdə. Ha qardaş şeydir, B kateqoriyası universitet diplomu varsa inşallah bir 5 günə, 10 günə belə əlimdə olacaq sürücü işi. Əla qardaş, əla. CV-də şəkildə hazırdır. Diplomu gözlə, diplomu al. Baristalığı da öyrən 1 aya. Və yaxud da ki, işivə başlayım elə. Zaten öyrənə, yəni 1 ay, 1 ay yarım, 3 ay çəkir. O müddətdə öyrən, hədə şeydir. Çıx gəl işdə. Facebookdan Almaniya qruplarında sizi tanıyanlar tanıyırlar yəqin. Ola bilər qardaş, tanıya da bilərlər, tanımaya da bilərlər. Oradan Almaniyaya viza alanlar var sizin vasitə ilə. Valla bilmirəm axı, yəni o qrupda mən belə şeydir, özəldən yaz WhatsApp nömrəmi verim. Yəni şeydir, mənim vasitəmlə viza alanların nömrələrini verim, danışım. Amma o qruplarda olub gələn varmı bilmirəm. Mənim vasitəmlə. 555, hə, niyəsə şeydir. WhatsApp filtr, WhatsApp deyirəm, TikTok filtr qoyur. Dil öyrənirəm, nə öyrəndim. Hə qardaş, yəni belə dil bildirməyə də ehtiyac yoxdur. Mənim əlimdəki işlərin dil bilməyinə ehtiyacı yoxdur. Diplomlu işlərdə bəli, vizadan sonra ödənilir. Alman dili çətindir. Bəli, o diplomlu işlə müraciət edirsinizsə, bəli. Yəni diplomlu viza növünə müraciət edirsinizsə, şeydir, ödəniş vizadan sonradır. No name, aleyküm salam. Qadın işi nə var? Qadın işi var, hamısı diplomludur. Diplomunuz varsa aşpaz, barista, qadın saç ustası. No name, əlimdə sürücülükdür, aşpazlıqdır, baristalıqdır, sonra ekskavator sürücüsüdür, fəhlədir, şəhər içi daş döşəmə işi var. Diplomsuzda artıq əziyyətiniz olur, fərqi var diplomlu ilə. Xeyr, artıq əziyyətimiz olmur, sadəcə yəni iş yerlərini qəbul etməyə biraz çətindir. Və şeydir, təcrübə lazımdır. Kollec diplomu ilə təəssüf eləməmişəm heç. Qardaş, Elvin Omar, dil bilməsən də olar. Maaş nədir qardaş? Elmar, hansı işdə nədir? Onun, yəni işdən işə görə dəyişir maaş. Xalid, çox sağ ol bəyəni üçün. Siz şeydir, sürücü istəyirdiniz, Elvin, yoxsa aşpaz barista hansını istəyirdiniz? Salam qardaş, şükür yaxşıyam, sağ ol, sən necəsən? Qardaş, zaten deyirəm, diplomsuzsan, almasa əlbəttə ki, ödəniş qaytarılır. Zaten diplomsuzlarla, dediyim kimi, ilkin ödəniş olur, borc sənədi ilə. Notarial qayda, notariusa gedirik, borc sənədi imzalayırıq. Sürücüdə qardaş şeydir, B kateqoriya üzrə diplomu istəyirsənsə ki, hal-hazırda əlində B kateqoriya üzrə yoxdur, diplomlu. Bir 4-5 günə inşallah olacaq, 2000 avrodur. BS sürücü işi var, bəli. No name, istəyirsənsə mənə özəldən yaz, WhatsApp, ya köməkçimin WhatsApp nömrəsini yazacağam, ya da ki, özümün. Elə ətraflı danışaq. Y üzrə var əlimdə qardaş, başlanğıc maaşı 2800 netdir, sonradan maksimum maaşı 3500 olacaq. Bəs rəsmi eləsəz daha yaxşıdır, müqavilə ilə belə inanmaq istədim. Rəsmi eləyirik də, zaten notarial qaydada gedirik, notariusda borc sənədi imzalayırıq. Bəli, evro. Tamam qardaş, tamam. Yazacağım canlıdan sonra. Ya özümün, ya da köməkçimin nömrəsini. Nə qədər vaxta gəlmək olur? Şeydir, minimum 1 ay yarım, maksimum 3 aya.
Hansı Rəşad qardaş? Eleştayn oğlu neydi? Oğlu. Bəli, bütün sənədləri mən həll edirəm. Tamam Rəşid, yazacağam sizə. Nə işidir? Nə işidir deyəndə əlimdə sürücü işi var, aşpaz işi var, barista işi var, fiber optik kabel işi var, fəhlə işi var, ekskavator sürücü işi var, qadınlar üçün saç ustası işi var. Qalmaq izni, VNJ. VNJ nədir qardaş? Bilmirəm o. Birinci şey verir, Voabzüstumuk verir, iş icazəsi. Qalmaq izni deyə bir şey yoxdur yaxud. Əlbəttə ki, 3 ay sizi gözləyir. Və 3 ay olmur, minimum 1 ay yarım, maksimum 3 ay var. Bəs ilk dəfədən vizalar gələ bilər qardaş. Hər şey ola bilər. Diplom tanıtmaya nə qədər vaxt gedir? Təxmini 2 həftə yarım. Qardaş, yox, no name. Yəni, eyni prosedurdur. Yəni, Almaniyada, Polşada oturumun varsa, sənə oradan şey alırıq. Alman konsolosluğuna soxub, oradan Alman işçi vizası alırıq və yaxud da ki, Azərbaycana girsən, Azərbaycandan girirsən. Bəli, iş üzrə işləyirəm. Qardaş, borc kağızı verməyə bilərsən də, borc kağızı verirəm də iş otur ki, başdan. Yəni, mən vermirəm, dövlət notarisi verir. Fiber optik üçün 2000 avrodur. Alman oturumun varsa, qardaş, Alman deyirəm, Polşa oturumun varsa, Polşadan şeydir. Alman konsolosluğuna girib rəsmi Alman vizası müraciət edə bilərsən. User şeydir, mən yaz şeydən, ya özümün ya da köməkçimin nömrəsini yazsam, onu danışarıq. Diplomu tanıtdırmaq, qardaş, şeydir, 208 avro dövlət rüsumudur. Mən yəni heç bir xidmət haqqı almıram. Necədir Alman vizası? Yaxşı. Öfək. Mənə ödəniş olunmur. Mən yəni heç işinizi görməyim, belə köməkli göstərin, pulsuz, parasız. Prosto 208 avro dövlət rüsumu var. Bəli, köməkçim də var. User map özəldən yaz, buradan yaz. Mən yazacağım nömrəmi. Bəli, iş vizası kömək edirəm, şey də deyirəm, Ausbildung da deyirəm. Viza təxmini 1 ay yarımdan 3 ay arasında gəlir. Rus vətəndaşlığında biraz problem yarana bilər, amma Azərbaycan vətəndaşlığı varsa, Azərbaycandan girsə, girə bilərsiniz. Ağzım sulandı. Hansı işlər üzrə? Sürücü işi var, aşpaz var, barista var, fəhlə var, daş döşəmə işi var. Ausbildung neçə il olur? 2 illik də var, 3 illik də. İkisi də varsa, qardaş, Azərbaycandan müraciət edə bilərsən, problem yaranmaz. Türk vətəndaşında düz qoşul eləmək, Azərbaycanda oturumu varsa, səzəkmə. Azərbaycanda oturumu varsa, eləmək olar. Ausbildungda OTC və gastronomiya işi var əlimdə. İşi seçmək olur, qardaş olur. Yəni, bütün seçdiyin işlərin tələblərinə uyğunsansa seçmək olur. Gürcüstan vətəndaşısan, Azərbaycandasan və Azərbaycanda oturumun varsa, qardaş, köməkli göstərə bilərəm. İş hardadır? Qardaş, hansı iş? Sürücü işi deyirsənsə, Mannheimda da var, Hamburgda da var. Aşpaz, baristalıq Bonndadır, Kölndədir. Fiber optik Kölndədir. IT işləyə bilərsən, qardaş. Mən özüm də IT işləyirəm burada. Tamam Elvin. Barista işi var, qardaş, əlimdə. Amma universitet diplomu lazımdır, barista ilə aşpaza, barmenə də. Dil lazımdır, xeyr, dil lazım deyil sürücü işi üçün. Maşın ustası var idi, qardaş, əlimdə qutardı. Təəssüf ki, hal-hazırda yoxdur. Elektrik mühəndisi də yoxdur. Ferma da yoxdur.
Dil lazımdır, xeyr, dil lazım deyil. Diplom varsa, hə, qardaş şeydir. Gələ bilərsən, Parisdə işi var. Salam, aşpaz kimi orada indiyə bilər, qazanc necədir? İşləyə bilər, bəli, qazanc şeydir. Minimum o başlanğıc olaraq 10 avrodan başlayır, maksimumu 12.80-də dayanır saatlıq. 160 saat işləyir. Qardaş şeydir, baristanın şeydir, 2000 avro eləyirəm, o ödəniş şeydən sonra alınır, vizadan sonra. Mən özüm Almaniyadayım. Hamburqda Ateko maşın. 3.5 tonluq var, 7 tonluq var, 13 tonluq var. Qara iş yoxdur. Dəniz diplomun varsa aşpazlıq, baristalıq gələ bilərsən. Salam qardaşım, necəsən? Əleyküm salam, şükür, yaxşıyam, siz necəsiniz? Allah ömrü və bərəkət versin. Cümləmizə inşallah. Səndən bir söz soruşum. Aha. Mən özüm saç ustasıyam. Bəli. Bakını Ukraynada təmsil edirəm də. Yəni mən təzə qayıtdım, gəldim. Mənim Ukrayna vitnaşistim də var. Bəli. Amma tam deyil də. Mən bir səfər getmişdim ki, padavat edeyim, pastiyanını alam. Bəli. Oradan keçim Avropaya. Bir qərar çıxdı ki, yanvarın 1-dən kim pastiyanını alsa əskər aparırlar da Ukraynada. Hə. Ona görə daha şey eləyə bilmədim. İndi mən necə gələ bilərəm, nətər edeyim ora? Valla belə eləyə bilərsən ki, mən yəni Azərbaycanda yəni hər şey qaydasındadırsa səndə, yəni bütün hər şeyi həll eləyim. Şeydir, sadəcə randevu günündə sədiyim ki, bax, randevu günə 2 gün qaldı. Get şeylə. Yəni gir randevuya. Всё. Yəni minimum vurab düşdü muqda. Universitet diplomu var da sənin. Yox, şey diplomunda bərbərlik üçün var, ha. Peşə məktəbidir. Universitet, hələ sertifikatım var. Sertifikat yoxsa peşə məktəbidir? Yox, sertifikat. Yox, çətin. Sertifikatdan çətin. Yəni ya peşə məktəbi diplomu olmalı, ya da universitet. Mən ora gəlməm, necə eləyə bilərəm? Sən burada hansı şirkətlə şeyləmsən? Qardaş, mən özüməm. Mən yəni burada iş tapıram. Yəni iş tapıram, elə həll edirəm. Bildim, ora gəlməyə Bakıdan getmirsən də, yox? Hə. Yəni hansı şirkət nəliyinə gəlmişsən? Özüm. Özüm şirkət iş tapmışam, özümün işini həll eləmişəm və gəlmişəm. Neçə vaxt oradasan? Mən 3 ildir. Allah xeyir versin, Allah bərəkət versin. Çox sağ ol, qardaş, çox sağ ol. Cümləmizə. Direktdə yazaram, bir dənə ətraflı məlumat verərsən də mənə. Tamam. Olar qardaşım. Tamam. Oldu qardaşım. Oldu. Oldu. Sağ ol, sən. Qardaş, mən çıxarda bilmirəm. Sən özün çıxa bilirsən bir dənə. Yəni ona baxıram ki, bu niyə belə oldu? Hə, bağlantını kəs, sonlandır. BS kateqoriya universitet diplomuna ehtiyac yoxdur. Gələ bilərsən, qardaş. Alman dili bilməlisən. Qardaş, Alman dili bilməlisən, o məlumat səhvdir. Hardan bilməlisən Alman? Mən özüm 3 ildir buradayım, Alman dilim yoxdur heç. Mənimdəki heç bir iş Alman dili tələb eləmir. Sadəcə Ausbildung tələb edir, qardaş. 2000 avro qardaş, manat deyil. BS prava ali təhsildir, qardaş. Ali təhsilə gərək yoxdur, Ateko maşını işi var. Yəni 2200 net maaş verir. Bəli, o şeydir, qardaş, Elvin. Əgər B kateqoriya üzrədirsə, baxın, B kateqoriya üzrədirsə, 18B-dir. Yox, BS ilə Ateko'dursa, yük maşınsa, şeydir, 19C-dir. 2000 avro. Magister oxu işləmək olar. Almaniyada oxuyursa şeydir, 20 saat işlə bilər, həftəlik. Tamam Qədirxan. B kateqoriyası hə qardaş 18B universitet diplomu ilə.
Rıza qardaş, valla şeydir, mesajın gelibdi, yəni yuxarıdakı mesajları görməmişim bu şey. Yəni ora gedəndə təzə mesajlar görmürəm. Sən zəhmət təzədən yaz, cavablandırıb. Sürücü işinə nə qədər xərc çıxır? 2300 xidmət haqqısıdır. 300 avroda şey, kod 95 sənədi var o. 2600 avro. Əsas bura nə lazımdır? Qardaş, yəni bu ümumi sualdır. Yəni hansı işi istəyirsən, hansı paragrafla olacaq? Məsəl üçün diplomlu var, diplomlu iş vizası var, diplomsuz var. Diplomsuz istəyirsə diplomumuz lazımdır. Diplomsuzsa atestatınız, sürücü işi istəyirsə pravaz lazımdır. Və yaxud da şeydir, diplomsuzdur, diplomumuz yoxdur. Peşə məktəbi diplomu ilə gedə bilərsiniz. Yəni ümumi sualdır nə lazımdır. Yəni siz birinci hansı işi istəyirsiniz onu deməlisiniz. Mən ondan sonra sizə deməliyəm ki, sizə bu sənədlər lazımdır. Salam enerji, şükür yaşayan salasan, necəsən? Oturum nə qədər vaxtda düzəlir? Oturum, əgər biz universitet diplomumuz varsa 6 ay içində, yoxsa 27-ci ayızda. Salam qardaş. Barmen, barista, alman dili hansı səviyyədə lazımdır? Mənim əmdəki iş üzrə dil biliyi lazım deyil, türkləridir. Tək yaxşı olasan cümləmizdə inşallah. İşin gücün nə tərk edir? Salam, mənə oğlum orada oxuyurdu. Kəsir olduğu üçün orada qalmalıdır, işləməlidir. Sizə, xanım, mənim əmdə o tələbə üçün yəni, iş yoxdur. Çünki tələbələr həftəlik 20 saat işləyə bilir. Yəni, mən full site, bütöv vaxtı saxtarım. Bəli, 27 ay sürücü kimi qalıb işləmək olacaq. Universitet diplomu yoxdursa, olacaq. Real qəşə tapırsan, 3 otaqlı ev, 700 ay süper tapırsan. Usta kimi işləmək üçün nələr lazımdır? Trudavoy təcrübə, yəni bu işə dair təcrübə və yaxud da universitet diplomu və yaxud peşə məktəbi diplomu. Bir də pasport, xarici pasport. Salam Edvinə. Sizə yazacağım, nömrənizi yazacağım. Tamam Edvin. Ya öz nömrəmi yazacağım, ya da köməkçisimin nömrəsini. Çox sağ olun hədiyyə üçün. Allah razı olsun. Amma gərək yoxdur. Sağ olun, çox sağ olun. Barmen barista iş təcrübə lazımdır. Bəs bəli. Mənim də bütün işlər üzrə təcrübə lazımdır. Sağ olun, yaxşıyam. Sağ olun. Siz necəsiniz? Qəşək yapma, dondurma. Bəs oturum falan, yəni universitet diplomu yoxdursa 27-ci ayızda, yox varsa 6-cı ayızda müraciət edə bilirsiniz oturuma. Barmen barista maaş nə qədər olacaq? Qardaş, saatlıq verir barmen barista, yəni barista daha doğrusu. Minimum başladığın ay 10 avro, növbəti ay 11, növbəti ay 12, ta ki 12 sayısına qədər gedir və 160 saat işləyirsən. Yəni hesablamaq istəsənsə 10-u vurursan 160-a, 11-i vurursan 160-a, 12-ni vurursan 160-a elə aylıq maaşı tapa bilirsən. Yaş həddi var, bəli qardaş. BS sürücü üçün 2300 avrodur xidmət haqqı. Fəhlə kimi işə gəlmək olar, bəli var, həm də fəhlə işi var. Çox sağ ol, Akif Cahangir. Hədiyyə üçün Allah razı olsun, amma gərək yoxdur. Sağ olun. Salam user, şükür Allah, yaşayam sağ sən necəsən? Kimi tanımadım. Ona yox, netto qardaş. Brutto yox. Qardaş, diplomlusansa vizadan sonra, diplomsuzsansa vizadan əvvəl yarısı. Oturum ya 3 illik olur, ya 4 illik. Diplomsuz BS olar, bəli qardaş var. İşi var yəni əlimdə. 2200 net maaş verir. Qardaş, yəni mən Hacı Nuran deyirəm də, Allah xətrinə mən sənə kömək eləyim.
Yox, sağ ol. Xalik mənə özəlinə yaz, mən yazdan WhatsApp nömrəm. Ya özümünkün, ya da dost, o şeydir. Da köməkçiminkün. Çox sağ ol Elvin, bəyan üçün. Mən burada proqramistəm, aşpazam, mən bu işlə məşğulam. Yəni görmədiyim şey yoxdur. Yəni qarşıma nə bazardığım iş çıxırsa onu görürəm. Tamam Şahin. Qardaş diplomlusansa, yəni baristalığı öyrən, təcrübən varsa, aşpazlıq və ya baristalıq. Şeydir, baristalığı öyrən, ən asanı baristalıqdır. Bir aya öyrənsən, coffee shop'a girsən, 100-150 manat versən öyrədirlər. Vizadan sonra ödəniş eləmək şərti ilə şeydir, işi görüm, qutarım viza var. Zəhmət haqqı ilə bir yerdə toplamsa, yəni toplam çıxsa 5000 çıxır, 5000 manat. Çox sağ ol William bəyan üçün. Salam olsun. Yəni toplam viza ilə bir yerdə xidmət haqqı, viza, nə bilim şeydir. Gedirsən səfirliyə rüsum verirsən, TLS kontaktda rüsum verirsən, səyahət sığortası olur. Ondan sonra xidmət haqqı falan filan ümumi bir yerdə 5000 manat xərc çıxır. Hə, əlbəttə ki, cidden. Yox qardaş, təcrübə tələb edirik. Novruz, özəldən yaz, ətraflı danışaq. Baxır da nə ilə gəlirsən. Ausbildinglə gəlirsənsə yox, o qədər çıxmayacaq. Ausbildinglə gəlsən 2000 manat saat belə xərcin çıxacaq. Bəli, müqavilə bağlayıram. Elektrik işi yoxdur qardaş. Ali təhsillisən, okey. Yəni xidmət haqqısı var və yəni viza alandan sonra hə xidmət haqqını ödəyirsən. Ondan əlavə viza alana qədər səfirlik rüsumu var, TLS kontakt rüsumu var, səyahət sığortan var. Sonra universitet diplomu, tərcümə təsdiq, apostillətdirmə pulu var. Yəni 50, 60, 80, 90, 100, 150 belə gedir də, yəni gəlir şeydir. Bir 5000 xərcin çıxır. Amma Ausbildinglə şeydəsən, gəlsən məsəl üçün 2000 zat. Yəni gəlmək asan deyil də. Yəni və zaten o xidmət haqqını da mən ona görə aram. Yönləndirirəm bununla. Və burada da özüm də sənin üçün işlər görürəm. Sənədləri alıram oradan buradan. Tamam Elvin, öz nömrəmi göndərirəm. Hə, amma yəni gələndən sonra yəni o pulu çıxardırsınız da. Yəni bir ay yarım, 2 aya çıxardırsınız o pulu. Ausbilding'ı 1000 avro eləyirəm. ...48 yaş, ümumiyyətlə 35 yaşdan yuxarılarla işləmirəm. Çox sağ ol Elvin bəyan üçün. Allah razı olsun. Bəli. Nətərsən park nə var, nə yox? Yox qardaş, 41 yox. 35 yaşdan yuxarılarla işləmirəm qardaş. Təəssüf. Sezonluğun xərci nədir? Sezonluq iş yoxdur məndə. Əliyev nətərsən nə var, nə yox? Sağ ol, çox sağ ol. Gəl sənin üçün olsun. Çox sağ ol qardaş. Allah səndən də razı olsun. Azərbaycanlı bunlar nə tərəqqi ilə yaşayırlar. Bunlar kim istehsal edir. Qaqa, mən gəmi işini gətirmək olar. Qardaş, gəmini tapsam gətirərəm. Gəmi iş yoxdur əlimdə.
Çox sağ ol, bəyənirsən qardaş. YouTube-da da açmışam. Bu canlı, bu dəqiqə YouTube-da da gedir. Yəni bu TikTok canlımı YouTube-da paylaşıram, ekran paylaşıram, YouTube-da da gedir hal-hazırda. Prosta sıfırdır. Təzə açmışam, sıfırdır. Gətirmək qardaş 1 ay yarım 3 ay arası. Bərbər işi yoxdur təəssüf ki əlimdə. Berlində əlimdə iş yoxdur. Nərgiz çox sağ ol, bəyənirsən. Berlində ümumiyyətlə əlimdə iş yoxdur. Ailəli gətirmək olur, xeyr. Yəni ya gərək ailənin bütün üzvlərin viza alım, elə gələsiniz. Yəni və yaxud da ki, gələndən sonra, oturum alandan sonra ailənizdə də o gətirmək istədiyiniz adamların minimum A1, A2 beynəlxalq sertifikatı varsa Almanca hedə gətirə bilirsiniz. Neçə illik açılır oturum? Minimum 3 il, 4 il belə bəxtə şansa görə dəyişir. Bərbər işi yoxdur. YouTube-da mən yorum bağlamışam, xeyr. Bir dəqiqə. Uşaqlar da viza, bəli, uşaqlara da viza lazımdır. Viza lazımdır deyəndə uşaqların anaya bağlılıq vizası sənədi alınmalıdır orada. Bu mən nətər bağlamışam. Kommenti nətər bağlamışam. Qardaş, əlimdə sürücü var, aşpaz var, barista var, fiber optik kabel çəkilişi var. İmtina səbəbi qardaş çox şey ola bilər. Yəni uzun-uzadı bir şirkətdən dolayı ya vergisini verməyibdi, ya məsələn sürücü işlədirsə, götürdüyü sürücü sayısı maşın sayısından çoxdursa və yaxud da ki, işçinin özündən də ola bilər ki, səfirliyə yəni bir növ belə vay verir ki, mən ora gedib işləməyəcəm, ancaq yəni orada yaşamaqdan ötürü gəlirəm ki, bu işdə işləməyəcəm. Elə bir vay ver, onda şeydir, vizara gəlir. Hə qardaş, vallahi bilmirəm, baxdım indi, niyəsə yazmaq olmur. Nə işlər var? Həm də sürücüdür, aşpazdır, baristadır, fiber optik kabel çəkilişidir, ekskavator sürücüsüdür, daş düzmə işidir, küçədə daş düzmə olur, onlardandır. Qadınlar üçün qadın saç ustası işi var. Nərgiz, özəldən yazın, ətraflı danışaq. Çox sağ ol, Fıranı bəyənirsən. Aylıq 160 saat, hə, qardaş. Qardaş, təxmini yəni bütün xərclərlə bir yerdə 5000, 5500 belə xərcin çıxır. Belə ortalama 5000 xərcin çıxır. Yox qardaş, mən Ausbildung eləmirəm. Mən işçi vizası ilə işləyirəm burada. Elvin, çox sağ bəyənin üçün.